Sağ tərəfində bir vardır. Dalda qırğın girdi, bıçaqlaşma. Qabağında Şahmar əlində 2 bıçaqla, Şahın əlində bir yekə bıçaqla, yekə qara saqqallı gəlir, başı keçək qoca tutqada o, yanında biri də buradan vurub ağzını partladır, yıxılıram. Şahın bıçağı atır, bıçağın biri qoluma girir, biri ürəyəm, Şahmar mənə bıçaqlar atır, yanıram, tutqamı deşik-deşik. Mən neyim, mənim qanadım yoxdur uçan göyə, kanalizasiya da yoxdur ki, girəm ona lükü bağlayam ki, mənə bıçaqla vurmasın. Bəs Şahinin ibtidai istintakda, qabağınızdadır. Həmin o Samir Əliyev, həmin o Şahmar, onlar orada görsədib ki, Şahin içkilidir, deyirdi, gedib onu öldürəcəm. Düzdür? Bunun niyyəti bəllidir bu. Əvvəlcədən topalaşma var. Soyuq silahlanma var. Niyyətə bax, ikinci niyyət. Mən bir yox, bir və 2 daha artıq sübutlar gətirirəm, amma sübut olmaq üçün. Məcburiyyətində deyiləm, amma onu eləyirəm. Gör nə gəlir, yolla gəlir, telefon zəhləri aydın məsələ. Fərdin telefon zəhləri tələb elədir. Niyə çıxartmadılar? Ki, Fərdə kimlər zəng vurub? O qadın düz deyir, uşağın bilməlidir kim vurub. Və Fərid də kimləri götürüb gəlir bu zəngdən sonra? Çıxartmadılar. Niyə? Çətindir. Bu dəqiqə də vursa çıxardarsınız o nömrələr bu dəqiqə. Hardan, kimlər? Biri Xırdalandan gəlir, biri Neftçilərdən, biri NZS-dən. Hər bir tərəfdən Ramas Palasın qabağında topalaşırlar. Əvvəlcədən topalaşma var. Soyuq silahlanma var. Planlı şəkildə, necə ki deyiri, sakitləşdirdim Samirdə. Gör plana bax, yolla gələ, Şahmar Fəridi yığır, özdə Raminə 4 nəfər zəng vurur. 2 dənə piyan, 2 dənə ayıq. Piyan Şahinlə Samir olubdur, ayıq Şahmarla Vigo olubdur. Onlar buna zəng vururdu, yeri müəyyənləşdirilir, hərəsində bir söz deyirdi. Biri dedi, çay içməyə gəlmişik, biri dedi, söhbət eləməyə gəlmişik, biri dedi ki, gəlmişdik, elə belə yanında gəldik. Hərəsi ayrı-ayrı sözlər deyir. Aydın məsələdir niyə gəlmişdir, gələndə də necə gəlirlər, odur, kör görgörüdür. Yolda gələ-gələ Şahmar götürür, Fəridi yığır. O qadın düz deyir, gecə saat 12-1-ə işləmiş, koronavirus vaxtı, pandemiya vaxtı, hər yeri bağlı olan vaxtı. Baxın, möhtərəm hakim. Dolma yeyib, doğğa içib. Mamasının gül balası yerine girib nişanlısıyla yazışır, yuxuya gedən adamı zəhmətkeş oğlanı. Gecə saat 12-1 işləmiş yuxudan zənglə durğuzur, həmişə zəng edən dostdur. Durğuzandan sonra həmin bu gözəl, göyçək, zəhmətkeş oğlan gecə 1-ə işləmiş, belinə bu boyda bıçağı vurur, özüylə də 3 nəfər götürür, hücum çəkir bizim Təbriz küçəsinə. Xeyri idi, nə varmışdı bəsər? Hardan tanıyırdı, nə mənə? Bu da öz yerində, burada niyyətlər bəllidir, bıçaqla da gələndə.